Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb. Açıqlamada deyilir ki, ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti davam edir. Dağ-təpə və dağlıq rayonlara qar yağır. Bəzi yerlərdə yağıntılar intensivdir. Yağan qarın hündürlüyü Əlibəydə, Zaqatalada 30 sm, Şahbuzda 29, Sarıbaşda, Qaxda 23, Qubada 20, Şəkidə 15, Kəlbəcərdə 13, Laçın, Xınalıq, Qubadlı və Qusarda 10, Xaltan və Şahdağda 9, Altıağaz və Gədəbəydə 8, Zaqatalada 6, Şuşada 5, Xankəndi, Qobustan və Daşkəsəndə 4, Şamaxı və Sədrəkdə 3, İsmailli və Şərurda 2, Balakən və Xocalıda isə 1 sm-dir. Bir sıra ərazilərdə qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Mingəçevirdə 26, Neftçalada 24, Gəncə, Tərtərdə 20, Ağstafa, Şəmkirdə 18, Bərdədə 16, Yevlaxda isə 15 metr saniyəyə qədər güclənir. Quba, Qusar, Şəki, Qax, Göygöl, Xaltan, Göyçay, Lerikdə qatı duman müşahidə olunur. Görünüş məsafəsi dumanda 500 metrə qədər məhdudlaşır. Havanın minimal temperaturu Bakıda və Abşeronda 4, Aran rayonlarında 3 dərəcəyə qədər isti, Naxçıvanda 7, dağlıq rayonlarda isə 10 dərəcəyə qədər şaxta qeydə alınıb. Ötən gecə güclü külək nəticəsində aşan ağac Lənkəran-Lerik avtomobil yolunda nəqliyyatın hərəkətində məhdudiyyətlərə səbəb olub. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, qısa müddət ərzində ağac yoldan kənarlaşdırılıb və yol boyu hərəkət bərpa olunub.